Salam, hər vaxtınız xeyir olsun. Bugün kimya müəllimləri üçün keçirilmiş sertifikasiya sınavının izahına baxacağıq. Gəlin baxaq birinci suala. Gliserin və asetat turşusunun müxtəlif mol nisbətlərində reaksiyasından neçə müxtəlif mürəkkəb efir ala bilərik? Gliserini yazaq. CH2OH, CHOH, CH2OH. Bu gliserin. Gliserin və üzərinə asetat turşusu gəlirik. CH3, COOH. Amma deyir, mol müxtəlif olsun. Müəllimlər, biz bunu 1 mol, 2 mol, 3 mol şəklində götürə bilərik. Amma cavabı gedib 3 yazmırıq. Niyə? Çünki biz bunu 1 mol götürəndə asetat turşusunu, o zaman gliserindəki OH qruplarından birində, baxın bu hissədə mürəkkəb efir yaranacaq. Burada bir mürəkkəb efir yaradacağıq biz. Bu olacaq bir müxtəlif mürəkkəb efir. Əgər biz bunu götürsək, indi gliserini götürdük və üzərinə 2 mol asetat turşusu gəlsək, bu zaman 3 müxtəlif mürəkkəb efir yarana bilər müəllimlər. Səbəb, çünki bu asetat turşusunun bir hissəsi gələr bura, 1 ilə 2-yə birləşər. Baxın, bir belə mürəkkəb efir ala bilərik. İndi burada ara qoyun. Bir belə mürəkkəb efir ala bilərik. 1 ilə 2-də. 1 ilə 2-yə birləşdirmərik, birləşdirərik 1 ilə 3-ə, yəni o qrupu gətirib burada birləşdirərik, efir qrupunu. Bu başqa cür bir mürəkkəb efir. Bir də 1 ilə 3-ə yox, gətirərik 1 qalar spirt olaraq ikincini efir qrupu edərik. Yəni nəticədə biz 3 müxtəlif efir aldıq. 1 ilə 2-də, 1 ilə 3-də, 2 ilə 3-də. 3 müxtəlif efir oldu 2 molla. Və sonuncu olaraq biz turşunu götürsək 3 mol, artıq burada hər 3 qrupun 3-ü də əvəz olunacaq. Deməli, efir qrupuna çevriləcək. Düzgün deyək. CH3, CH2O, CH3. Bu da olacaq başqa bir mürəkkəb efir. Yəni, biz əslində 5 müxtəlif efir aldıq. Burada, bu da bir başqa efir. Bir də buradan. Bəli, 1, 1, 3. 1 molda birdən efir alırıq. 3 molda birdən efir alırıq. Amma 2 molda 3 müxtəlif efir ala bilirik. Ona görə düzgün cavab olacaq 5. İkinci suala keçək. Deməli, 500 qram gümüş nitrat məhluluna maqnezium lövhə salınmışdır. Müəyyən müddətdən sonra lövhənin kütləsi 9,6 qram artmış və alınan məhlulda maqnezium nitratın mol sayı gümüş nitratın mol sayından 4 dəfə az olmuşdur. Yəni, gümüş nitratın hamısı çevrilməyib müəllimlər. O zaman gümüş nitratı yazırıq, reaksiyanı yazaq birinci. Maqnezium lövhə daxil elədik. Bizim lövhəmiz maqneziumlu lövhə idi, yəni 24 qram maqnezium var idi orada. Reaksiya nəticəsində nə alarıq? Maqnezium NO3 2 ədəd üzərinə gəlsin gümüş. Və əmsallaşdırsaq, burada 2 düşməlidir, burada 2 düşməlidir. Biz baxırıq, normalda maqnezium 24 qramdır, düzdür, 24 qramlıq kütlə çıxdı lövhədən. Nə qədər daxil oldu? Gümüşümüz 2 mol olur axı, 216 qram. Fərq nə qədər olur müəllimlər? 24 çıxdı, 216 daxil oldu. 216-dan 24 çıxsaq, fərq olacaq 192. Deməli, 192 fərq edib. Artım 192 olub. İndi bizə nə deyir? Amma bizə deyir ki, artım 9,6 qram olanda maqneziumun mol sayı. Biz baxırıq, artım 192 olanda maqnezium nitratın mol sayı 1 olur. Yaxşı, 9,6 olanda nə qədər olar? X. X-i tapırıq 0,5. Məhlulda 0,5 mol natrium nitratımız var. Maqnezium nitratımız var, bağışlayın. O zaman gümüş nitrat da deyir, ondan 4, o daha doğrusu maqnezium nitrat. Gümüş nitratın mol sayından 4 dəfə az olub. Deməli, gümüş nitratın mol sayı nə qədər olub? 0,5-i tez 4-ə vuraq. 0,2 mol gümüş nitratımız artıq qalıb. Artıq qalıb müəllimlər. Artıq qalan hissədə, ha bu məhlulda. Gümüş nitratın öz kütləsi 170 olduğuna görə 170-i 0,2-yə vursaq 34 qram gümüş NO3-ümüz artıq qalıb. Amma bizdən nə istəyir? İlkin məhlulda gümüş nitratın mol sayını. Deməli, biz çevrilən gümüş nitratı da tapaq. 34-ümüz artıq qalıb. Bəs nə qədəri çevrilib? Gəlin ona baxaq. Deyə bilərik ki, deməli 9,6 qram 192 artım olanda və yaxud elə maqnezium molu ilə də gedə bilərik. 192 artım olanda gümüş nitratın kütləsi nə qədərdir? 340 qramdır. Yaxşı, 9,6 qrama nə qədər olar? X. X oradan tapırıq neçə?
17 qram. Deməli bizim 17 qram gümüş nitratımız da daxil olub. 17-si daxil olub, 34-ü artıq qalıb. Əvvəlinə qədər imiş 51 qram. Bizdən nə istəyir? İlkin məhlulda kütlə payını. 51-i bölüb 500-ə, vururuq 100-ə. Orada da cavab edir 10,2. Üçüncü sual. Deməli A, B, burada C, burada D. Bizə deyir ki, A və D-nin qarşılıqlı təsirindən əmələ gələn üzv maddənin molar kütləsini hesablayın. O nədir ki, üzərinə natrium OH gəlib metan alırıq. Ən məşhur reaksiyalarımızdan biridir metan alınması. CH3, COO natriumun üzərinə biz natrium OH gələndə alırıq metan. Yaxşı, bəs CH3, COO natriumu hardan alırıq? Üzərinə natrium. Nəyin üzərinə natrium gələndə? Bəli, sirkə turşusunun. Deməli, A-nı tapdıq. A sirkə turşusuymuş. Əla. A sirkə turşusu. Sonra metan 550-600 dərəcədə parçalanda nə verir? Eten verir. C2H4 və hidrogen. C2H4-dəki su ilə reaksiya daxil olanda nə verir? Deməli, su ilə reaksiya daxil olanda verir spirt. C2H5OH. İndi bizə nə deyir? A və D-nin qarşılıqlı təsirindən əmələ gələn üzvü maddənin molyar kütləsi. A-mız budur, D-miz bu. Deməli, bizdən mürəkkəb efir istəyir. Deməli, CH3, CO, bunun OH-ı çıxır hidrogeni ilə, bu da oksigenə gəlir, C2H5 birləşir. Bunun kütləsi nə qədər edər? 4 karbonumuz var, 12-ni 4-ə vururuq, 48, üzərinə gəlirik, 32, 80, üzərinə də əgər biz hidrogenlərin sayını gərsək, 8 edər, 88 olacaq. Yəni, düzgün cavabımız olacaq 88. Diqqətli olun, bu karbon deyil, çaşarsız. Yəni, deyərsik metan parçalanda karbon mu verir? Xeyr, bu C-dir, C. Dördüncü sual. Şagirdə laboratoriyada 0,5 litr, 0,2 mol bölünsün litr qatılıqlı sulfat turşusu məhlulu hazırlamaq tapşırılır. Bunun üçün o sıxlığı 1,25 qram bölünsün milli olan, qatılığı isə 98 olan sulfat turşusu məhluluna neçə milli götürməlidir? Həcm verilib, qatılıq verilib. Gəlin turşunun molunu tapaq. O zaman biz C-ni V-yə vururuq. Yəni 0,5-i 0,2-yə vururuq. Cavab edir 0,1. 0,1 mol sulfat turşusu var əlimizdə. 0,1 mol sulfat turşusu yəni neçə qram? 9,8 qram. 1 molumuz 98-dir çünki. 9,8 qram sulfat turşumuz var və bizə şərtdə nə deyir? 98 faizli sulfat turşusu məhluldur. Yəni 9,8-imiz 98 faizdir. Biz məhlulun kütləsini tapaq ki, məhlulun sıxlığını verib, məhlulun kütləsini məhlulun sıxlığına böləndə həcmi tapaq. O zaman gəlin 100%-i tapaq. Məhlul deyəndə 100% nəzərdə tutulur axı. 100%-i X edir. X-i tapırıq neçə? 10. Deməli, bizim məhlulumuzun kütləsi 10-uymuş. Məhlulumuzun kütləsi 10. Sıxlığımız, rho-muz 1,25, onu 1,25-ə böləndə cavab edir 8. Yenə deyirəm, birinci turşunun molunu tapırıq 0,1 mol, sonra qramını tapırıq 9,8 eləyir və bizə şərtdə deyir ki, bu 98 faizli məhluldur. Niyə? Faiz nəyi göstərir? Həmişə həll olan maddənin kütləsinin payını göstərir də. Ona görə 9,8-də 98, 100-ə də məhlulun ümumi kütləsini 10 tapırıq. Sonra da rho bərabərdir. M bölünsün V düsturundan hesablayırıq. Orada V-ni tapanda M bölünsün rho olur. 5-ci sual. Kalsiyuma uyğun ifadələri müəyyən edin. Su ilə adi şəraitdə reaksiya daxil olur. Bəli, bu düzdür. Aktiv metaldır, su ilə adi şəraitdə reaksiya daxil olacaq. Yandıqda oksid əmələ gəlir. Bəli, bu da düzdür. Karbonatı suda yaxşı həll olur. Xeyr, kalsiyum karbonat çöküntüdür. Qələvi metaldır. Əslində kalsiyum qələvi torpaq metaldır. Onun hidroksidi qələvidir. Bu şəkildə deyirik. Ona görə düzgün cavabımız 1-2 olacaq. 6-cı sual. Kevlar çox hüccül material olub. 1,4 diamin benzolla. Aha, 1,4 diamin benzolu yazaq. Deməli, diamin benzol. İndi bunun bir hidrogen çıxacaq təbii ki. Aha. Paraksilolun oksidləşmə məhsulu. Paraksilolun oksidləşmə məhsulu nədir? Tereftal turşusu. Yəni paraksilol budur. 1-də, 4-də metil qrupu var. Bəli, o da oksidləşəndə bizə verir tereftal turşusunu. İndi deyir, bu ikisinin polikondensləşmə məhsuludur. O zaman gəlin tereftal turşusu ilə bunu birləşdirək. Tereftal turşusu da ki, bu şəkildə yazacağıq da. Və deyir, düzgün ifadələri müəyyən edin bunun üçün. Bir quruluş həlqəsi bu şəkildədir. İndi bunun üçün düzgün ifadələri müəyyən edəcəyik. Deyir ki, həlqəsində 10 ədəd ikili karbon var. Gəlin baxaq. Deməli,
Burada var, bu karbon üçlüdür. Çünki üç tərəfdən karbondan birləşib. Bu ikilidir. Bu da ikilidir. Bu da ikilidir. Bu da ikili. Oldu 4. Bu isə ikilidir. Niyə? Çünki bu azotla birləşib. Niyə buradakına ikili demədik? Çünki buradan karbonla birləşib. Bu ikilidir. Bu da, bu da, bu da, bu da, bu da. 6 da buradan. 4 6. O nədir? Bəli, birinci düzdür. Poliefirdir. Xeyr, əslində poliamiddir. Elementar həlqəsində 4 oksigen atomu var. Xeyr, 2 ədəd oksigen atomu var. Poliamiddir, bəli. Ona görə düzgün cavab olacaq 1, 4. 7-ci sual. Glisin əmələ gətirdiyi tetrapeptidin molekulunda atom sayı. Birinci glisini bilə. Glisin nədir? NH2, CH2, CO, OH. Bəli, 4 dənə glisin bir-biri ilə birləşəcək. Tetrapeptiddir. Gəlin bir-bir başlayaq. Deməli, necə olacaq onda? NH2 qalacaq yerində, CH2 qalacaq yerində. Buradakı karbon gedəcək, NH qrupu ilə birləşəcək. Digərinin elə bil NH2-si ilə. Sonra yenə bu CH2 qalacaq yerində, C qrupu birləşəcək NH-la. Bu oldu dipeptid. Sonra yenidən CH2 qalacaq yerində, C gedəcək birləşəcək NH-la. Bu olacaq tetrapeptid. Bir dəqiqə, yəqin ki, yer çatmayacaq bunu burada yazmağa. Daha sonra yenə CH2 qalacaq yerində. Yox, gəlin biz bunu aydın yazmaq üçün başdan yazaq. Və xırda-xırda. Deməli, NH2, CH2. Baxın, bu birinci glisindir. Gedib digər glisinin amini ilə birləşir. Bu ikinci glisindir. Bunun da CO qrupu gedir digərinin amini ilə birləşir. Bir dənə glisin yazdıq, ikisini yazdıq, keçirik üçüncünü yazmağa. Bu 3 dənə glisindir. Bu da deməli biri, ikisi, üçü, dördüncünü də yazmalıyıq da, bəli. Deməli, NH-la birləşir, CH2, digər də COH olaraq qalacaq. Bəli, bu tetrapeptiddir. Niyə tetrapeptiddir müəllimlər? 4 dənə gliserin birləşib. Bir gliserinin CO qrupu ilə digərinin NH-ı. Bunun da CO ilə NH-sı, CO ilə NH-sı. Bəli, baxın 1, 2, 3, bəli, 4 dənə glisini birləşdi. Bizə deyir atom sayını hesablayın. Gəlin baxaq atom sayları nə qədərdir. Burada var 1, 2, 3, 4 burada var. Sonra 3 buradadır. Bunlar ikisi bir yerdə 4'dür. 3 buradadır. Bunlar yenə 4'dür. 3 buradadır. Bunlar 4'dür. 3 budur. 3 də bu. Cəmləsək cavab edəcək 31. 8-ci sual. Amonyakın yanma reaksiyasının məhsullarını müəyyən edin. Amonyak yanan zaman azot və su verir. Ona görə düzgün cavab olacaq 1, 5. Növbəti suala baxaq. 9-cu sual. Deməli, ribon turşusu, ribot turşusu və sorbit. Yox, ribon turşusu, ribit spirti və sorbitdir. Asimetrik karbon atomlarının sayını tapın. Ribon turşusu biz bilirik ribozadandır. Ribozanın oksidləşməsi nəticəsində ribon turşusu əmələ gəlir və ribozanın 3 asimetrik karbon atomu var. O oksidləşən zaman onun asimetrik karbon atomlarının sayı dəyişmir. Amma spirtə çevriləndə bir vahid azalır. O zaman 3 buradadır, 2 bu. Sorbit də nədir? Sorbit 6 atomlu spirtdir. Özür istəyirəm. 6 atomlu spirt. 6 atomlu spirtdirsə sorbit. O zaman glukozanın hidrogenləşməsi nəticəsində əmələ gəlib. Glukoza 4 asimetrik karbon atomu olur açıq versiyasına. Ona görə 3, 2 və 4 cəmləsək cavab edəcək 9. Sonra 10-cu sual. 10-cu sual. Aha, buradadır. Bizə deyir ki, X2, daha doğrusu H2XO4 molekulunda proton sayı A-dır. Daha doğrusu 50'dir. Bizdən XO3 istəyir. Gəlin tapaq. Cəm olaraq 2x plus 4'ü də vuranda 8'ə proton sayını hesablayır. 32. Bu 50'yə bərabərdir. Oradan x-i tapırıq neçə? Deməli 34'dən 50 çıxanda x-i tapırıq 16. Elə? Bəli. 16. X 16'dırsa indi bizə nə deyir? Aşağıda proton sayını hesablayın. 16'nın üzərinə də 3'ü vururuq 8'ə. Çünki oksigen birində 3'dür. 3'ü 8'ə vuranda 24. 24 üstə 16 gələndə cavab olur neçə? 40. Yəni düzgün cavabımız olacaq. İndi yəqin ki orada Y variantıdır.
Böyük ehtimal 40 olacaq düzgün cavabımız. Əgər düz hesabladıqsa. 11-ci sual daha doğrusu 8 mol azot, aha, N2 və 12 mol hidrogendən, aha, H2 ibarət qarşılıqda reaksiya baş verir. NH3 alınır. 2 bura, 3 bura. Və deyir, reaksiyadan sonraki qarşılıq 14 mol olarsa, məhsulun praktiki çıxımını hesablayın. Praktiki çıxımını hesablayaq da. Deməli, burada başlanğıc sərf olunan tarazlıq yazaq. Azotun başlanğıcı 8, hidrogen 12, bununki 0'dır. X bundan sərf olunursa 3x bundan, 2x də bundan. Axırda nə qalır? 8 çıx x, 12 çıx 3x, bu da 2x. Bunlar cəmi 14'dür. Çünki sonda 14 mol qalıb. Cəmləyəndə 8 çıxsın x, üzərinə gəlsin 12 çıxsın 3x. Demək, hidrogenin hamısı reaksiya daxil olmayıb da. Üzərinə gələndə 2x, cavab eləyir neçə? 14. Buradan da x-i tapırıq neçə? Deməli, olur 2x bərabərdir 6-ya, x-i tapırıq 3. Deməli, x-imiz 3 imiş. Əslində, bəli, 3 üçün 9 bundan daxil olub, 3 mol bundan daxil olub. Daha sonra isə artıq qalan da təbii ki, bundan 5 qalıb. Burada işimiz yoxdur. Bizdə nə istəyir ki? Praktiki çıxım istəyir. Gəlin, belə götürək. Əgər, deməli, hidrogen hamısı sərf olunsaydı, tutaq ki, 12 mol 12-si də sərf olunsaydı, çünki hidrogen tam reaksiyaya daxil ola bilir də, o zaman olardı bizim 100%'imiz düzdür. Amma burada deyir 9 hidrogen sərf olunub. O zaman praktiki çıxım nə qədərdir? X. X-i tapırıq oradan neçə? 75%. 12-ci sualda şəkli verib və deyir hansı molekulun əmələ gəlməsi zamanı baş verən hibridləşmənin təsvir olunduğu və uyğun rabitə bucağını müəyyən edin. Əslində kənarda qalan 2 elektron əmələ gəlmədə, baxın, bunlardan bu şəkildən belə nəticə çıxarıq. Özdə SPO3 hibridləşmə halındadır. Təbii ki, amonyak ya su ya da metan olacaq. Amma kənarda qalan bu 2 elektrondan nəticə çıxara bilərik ki, bu oksigen ola bilər. Oksigenin kənarda 2 elektronu qalır və bu artıq su olur və su olduğuna görə də su olur və suyun da bucaq dərəcəsi 109.5-dir. Yəni A variantı olacaq düzgün cavab. Sonra baxaq, deməli, 13-cü suala. Mispiral üzəri və qara təbəqə ilə örtülənə qədər çözərdilir və isti halda etil spirti daxil edilir. Alınan, deməli, üzvü maddə molekulunda polyar kovalent rabitə sayını hesablayın. Mispiraldır. Mispiralın üzəri qara təbəqə ilə örtülənə qədər çözərdilir. Aha. Sonra isə etil spirti nə daxil edilir? Biz misi çözərdiriksə, misin oksidini alırıq. Misin oksidini alandan sonra onun üzərinə etil spirt əlavə ediriksə, bu zaman aldehid alırıq. Sirkə aldehidini aldıq. Sirkə aldehiddə deyir, nə istəyir bizdən? Polyar kovalent rabitə sayını istəyir. 1, 2, 3 burada. 3 dənə də karbonla hidrogen arasında, yəni müxtəlif qeyri-elementlər arasında düzgün cavab olacaq. 6. Növbəti sual. Oksidləşdirici maddələri müəyyən edin. Oksidləşdirici, yəni elektronu alan. Azot, müsbət, deməli, 4-dən gəlib müsbət 5-ə elektron verib. Deməli, reduksiya edicidir. Oksigen 0-dan gəlib mənfi 2-yə elektron alıb. Deməli, oksidləşdiricidir. Misə baxırıq. Mis müsbət 2-dən gəlib nəyə? 0-a elektronu alıb. Azot isə müsbətləmir. Deməli, elektron alan mis oksiddir. Ona görə də oksidləşdirici deyirsə, oksigen və mis oksidi götürəcəyik. Yəni, düzgün cavab olacaq A variantı. Hansı halda pH artar? Xörək duzunun məhlulun elektrolizi zamanı, xörək duzunun məhlulun elektroliz zamanı, natrium xloru deyir. Məhlulun elektrolizi zamanı, daha sonra mis-2 nitratın məhlulun elektrolizi zamanı, xlorid turşusunun məhluluna tədricən kalium OH əlavə etdikdə. pH-ın artmasını istəyirsə, böyük ehtimal burada bizdən əsaslığın artığı hissəni istəyir. Misal üçün, xörək duzunu elektroliz edən zaman biz məhlulda nə baş verir orada? Fikir verin, katodda hidrogen, anodda xlor, məhlula da nə qalır? Natrium OH. Əsaslıq artdı. Əsaslıq artırsa pH da artır. Biri götürürük. Mis nitratı elektroliz edən zaman, fikir verin, suda məhlulun elektrolizi deyir də, bəli. Katodda mis, anodda oksigen,
Burada qalır HNO3. Aha, turşu artdı. Deməli burada pH azalır. 2-ni çıxırıq. Xlorid turşusuna əvvəl xlorid turşusu idi və üzərinə tədricən kalium OH əlavə edirik. Aha, əvvəl turşu idi. pH-ımız neçə idi? pH-ımız kiçik idi də, 7-dən kiçik idi. Amma mən onlara kalium OH əlavə etdikcə artıq onu artırmağa başlayıram. Düzdür, kalium xlor da neytral mühitdir. Amma artırıram da turş mühitdən neytrala doğru gəlirəm deyə yenə pH artır. Ona görə düzgün cavab 1-3 olacaq. 16-cı sual. Hansı maddə suda məhlulunda mühit əsasi olur? Etanol, fenol, glisin, etanol, təbii ki, metil amin də. Çünki metil amin əsasidir və orada deməli yəni əsasi mühit olacaq. Etanol turşudur, fenol ümumiyyətlə neytraldır, glisində həm amin var, COH götürülmür, etanol da götürülmür. Sonra 17. 2 valentli metallın nitrat duzunun kristal hidratında oksigen kütlə payı azotun kütlə payından 8 dəfə çoxdur. Kristal hidratın 1 molda neçə mol atom var? Deməli 2 valentli metal nitratının duzunun 2 valentli metal nitratı götürək, tutaq ki X NO3 nə qədərsə kristal hidratdır da, düzdür, bilmirik. M molda su deyək. Kristal hidratımız var. İndi deyir ki, oksigenin kütlə payı azotun kütlə payından 8 dəfə çoxdur. Gəlin baxaq oksigenin kütlə payına. N 16N 3-2-nin deməli 3-2-nin 6, 6-nı 16-ya vuranda 96 üzərinə gəlinsin. 96N. Aha, azotun kütlə payından 8 dəfə çoxdur. Biz bunu ümumi kütləyə bölsək, yəni X plus deməli 124 plus M molda su nə qədər edir? 18N. Bu oksigen kütlə payıdır. Azotun kütlə payı neçə eləyir? Biz əslində azotun kütlə payını tapa bilərik oradan. Bəli, tapa bilərik. Çünki azotun kütləsi 28-dir. 28-i bölürük neçəyə? Əslində yox, orada da M var. X plus 124 plus 18N. Baxın, bu bundan 8 dəfə çoxdur. Yəni siz bunu 8-ə vursanız, gətirib buna çatdıracaqsınız. İndi bizə deyir ki, deməli, oksigen kütlə payı 8 dəfə çox, kristal hidratın 1 molda neçə atom var? Dediyini tətbiq edək. Bu hissələr bərabərdirsə, baxın bu hissələr bərabərdirsə, böləndə zaten ixtisar gedəcəklər, düzdür? O zaman deyirik 96 plus 96N elə bil. Siz böləndə 28-ə cavab eləməlidir 8. Çünki baxın, bu hissəni buna böləcəksiniz. Nə baş verəcək? İndi bu 8 yoxdur da. İndi tutaq ki, bunu buna böləndə 8 edir. Çünki oksigen kütlə payı azotkindən 8 dəfə çoxdur. Siz bu ifadəni buna böləndə bölmə işarəsini dəyişdirdiyinə görə bu yuxarı, bu aşağı düşəcək. 96 üzərinə 96 bölünsün 28, 8-ə bərabər olacaq. Digərləri ixtisar gedəcək. Gəlin buradan tapaq. Deməli, 28-i 8-ə vursaq, deməli, bir dəqiqə. 224 bərabərdir 96 plus 96N. 224-dən 96 çıxırıq, 128. Onu da 96-ya böləndə. Əslində müəllimlər, mən burada niyə 96N yazmışam, onu da bilmirəm. Bu 96N deyil. Bura 16N-dir. Niyə? Gəlin bircə dəqiqə başdan deyim. Fikrim olmayıb 96 yazmışam. Çünki oksigen kütlə payı bu 96-dır, bəli. Amma bu nədir? 16N-dir axı. Yəni, düzgün hesablamaq lazımdır, bəli. 16N-dir. Sonra, indi bu ümumi kütləni A götürək, ən yaxşısı budur. Azotun kütlə payını yazanda necə yazırıq? 28 bölünsün, ümumi kütləni yenə A götürmüşüksə A-ya. Bəli, belə yaxşı, digər şəkildə uzatmayaq. Bunu buna böləndə cavab etməlidir 8. Ən yaxşısı budur, bəli. Oradan da bölmə işarəsindən A-lar ixtisar gedir. 96 plus 16N-i bölürsüz 28-ə bərabərdirsə 8-ə. Bayaq niyə 96 yazmışam? Heç bir fikrim yoxdur. 16 olmalıdır. Oradan da biz tapanda N-i, N çıxır neçə? Deməli, 128 tapmışdıq. Onu da 16-ya böləndə 8. N olur 8. Deməli, bu hissəmiz 8 imiş. Əla, bizə nə deyir? Neçə atom var deyir. Deməli, burada biz N-i tapdıq 8. Yəni 8 mol kristal hidrat suyumuz var imiş. Burada 4, 4 2, 8, 9 atom burada var. Deməli, 3-ü də 8-ə vuranda 24 atom da orada. 24 üstə də 9 edəcək 33. Yəni düzgün cavab olacaq 33. Hansı maddənin tərkibində mürəkkəb efir qrupu var? Deməli, naylon biz bilirik ki, poliamiddir, amid qrupudur. Kapron da həmçinin. O zaman
yerdə qalır. Triasetilselluloza ilə lafsan. Bəli, onların tərkibində mürəkkəb efir qrupu var. 19-cu sual. 2 metil butan və izoprenden ibarət 50 qram qarışığa artıq miqdarda hidrogenlə təsir etdikdə reaksiya baş verir və üzvü maddənin kütləsi başlanğıc kütləyə nəzərən 2% artır. İlkin qarışıqda 2 metil butanın kütləsini hesablayın. Deməli, ibarət 50 qram qarışığımız var və hidrogenlə reaksiyaya daxil olan olacaq izopren. İzoprendəki biz bilirik C5H deməli 8 şəklində yazırıq. Üzərinə neçə mol hidrogen gələ bilərik? Maksimum 2. Və biz onu C5H12-yə çevirə bilərik. Əvvəl 50 qram qarışıq idi. 50-də 2% artır. Yəni 2% artım nə qədərdir? Deməli 50-nin 2% artırsaq 1 qram artıb. Deməli 1 qram artım baş veribsə, o zaman o artım nəyə görədir? Bəli, 50-nin 2% artıb. Artım hidrogenə görədir. Normalda 4 qram artım olanda 68 qram izopren reaksiyaya daxil olur. Əgər 1 qram artım olubsa, deməli izoprenimiz olub X. X-i tapırıq 17 qram. Deməli 50 qram qarışıqdan 17-si izopren imiş. Yerdə qalan 33-ü də nə imiş? 33-də 2 metil butan imiş. 2 metil butan kütlə payını istəyir. 33-ü 50-yə bölüb 100-ə vururuq. Cavab edir 66. Növbəti sual. 1 mol metan və 2 mol azotdan ibarət qarışığın orta molar kütləsini hesablayın. Burada M ortanı çox rahat şəkildə düsturu yerinə qoyuruq. 1 mol metan olduğuna görə 1 vurulsun 16, üzərinə gəlinsin. 2 vurulsun 28, bölünsün 3. 16-nın üzərinə 2 vurulsun 28 gələndə 56, 16, 72. 3-ə böləndə cavab edir 24. Elə demək olar ən rahat sual buydu. Sonra deyir ki, T birləşməsində sikloalkan olarsa Y molekulunda sp2s rabitələrini müəyyən edin. Deməli, C2H5OH 425 dərəcədə katalizator iştirakı ilə həm dehidratlaşır, həm dehidrogenləşir. Yəni Lebedev reaksiyasıdır. Lebedev reaksiyasına görə buradan nə alınır? Divinil alınır. Divinili yazaq. Deməli, divinil alınırsa, divinilin üzərinə gəlirik nə? Deməli, brom, 1 mol brom gəlirik və o bromu 40 dərəcədən yuxarı temperaturda gəlirik. Yəni bromlar birləşir 1 və 4-də. 1 və 4-də birləşəndə, deməli, bura brom 2 qat rabitə ortaya keçir. Deməli, burada brom. İndi bizə nə deyir? Onun da üzərinə hidrogen gəlirik müəllimlər. Hidrogen gələndə avtomatik ortadakı 2 qat rabitədə qırılır və biz alırıqmı? 1,4 siklobutan. 1,4 siklobutanın üzərinə də gəlsək, deməli, sink təbii ki sikloalkan alınacaq da. Elə bil rabitə qırandan sonra brom alırıq. Sonra CH brom. CH2 brom. Aha. Bunun üzərinə təbii ki sink gələndə siklobutan alırıq. Siklobutan almış oluruq. İndi bizə nə istəyir? Y molekulunda sp2s. Y molekulu baxın müəllimlər budur və sp2s rabitəsini istəyirsə, sadəcə ortada olan karbon və hidrogenləri götürəcəyik. Oradan da cavab edəcək neçə? Deməli, olacaq 2. Çünki sp2, s1 burada var, bir də burada. Düzgün cavab olacaq 2. Sonra 22 M mol alüminium karbid üzərinə və M mol kalsium karbiddən ibarət qarışıq artıq miqdarda su ilə təsir etdikdə alınan qaz qarışığın orta molar kütləsi 17 olmuşdur. M-in nə nisbətini istəyir? Alüminium karbid, alüminium 4, karbon 3 üzərinə su gələndə alınır. Alüminium OH3 üzərinə gəlinsin CH4. Sonra kalsium karbidin üzərinə, kalsium C2-nin üzərinə su gələndə alınır kalsium OH2, üzərinə gəlsin C2H2. Əmsal olaraq yuxarıda sadəcə bura 1-3 yazmalıyıq məncə. Deməli, oksigen sayda 2-dir. 3-4-ün 12. Yox, bircə dəqiqə. Burada 4 yazmalıyıq. Bəli, burada 4 yazmalıyıq. Karbon sayıdakı 2, 4, 8 olduğuna görə bura bir 8 yazmalıyıq. Oksigen sayı daha doğrusu. Bura OH3'dür bu arada. 12 eləyir bircə dəqiqə. 12 elədiyinə görə də bura bir 12 yazırıq. Bəli, 12. Əmsallaşdırdıq. Aşağıda isə əmsala ehtiyacı varmı? Suyun qarşısına 1, 2 yazırıq və salam. İndi alınan qaz qarışığının, fikir verin hansı qaz alınır? Metanla
asetilen alınır. Bəli, onların orta kütləsi 17 olarsa, gəlin görək neçə nisbətində götürmüşük ki 17-dir. Aha, indi bizə deyir ki, M ortası 17-dir. Gəlin xaç üsulu ilə gedək. Ən qəşəng budur. Metanın kütləsi 16-dır, yazırıq burada. Asetilenin kütləsi neçədir? Asetilenin kütləsi də 26-dır, yazırıq burada. Və M ortanı həmişə ortaya yazdırıq adı üstündə. Sonra çarpaz başlayırıq. 16-dan 17 çıxan, daha doğrusu 17-dən 16 çıxırıq 1, 26-dan 17 çıxırıq 9. Deməli bizdə bu maddələrin nisbəti 9-un biri olub ki, 17 olub onların M ortası. O zaman nisbət A bunu 1 mol götürəndə təbii ki, bundan 1 olar. Bundan 9 götürəndə 3-ə 1-dirsə 9-a olacaq 3 mol alüminium karbid. Alüminium karbidi də böləndə kalsium karbidə 3-ün 1-ə nisbəti 3 edəcək cavab. Növbəti sual, reaksiyanın baş verməsi üçün müəyyən şərait yaradılarsa verilmiş ifadələrdən hansı doğrudur? İndi bunların biri temperaturda, biri temperatursuz gedib. Amma birindən indi kalium xlor O3 alınacaq, birindən də kalium xlor alınacaq. Kalium xlor O daha doğrusu. Və bu T parçalananda kalium xlora və oksigenə parçalana bilər. O zaman biz üçüncünü əgər kalium xlor O3 götürsək, onda deyərik ki, yəni T-ni kalium xlor O3 götürsə, çünki o parçalananda oksigenə parçalanır. O zaman deyərik ki, bu temperaturda gedib, bu isə temperatursuz gedib. Onda görə hansı ifadələr deyir doğru olanını seçin. Aha, bizdən doğru olanını istəyir. Görək, deməli, birinci reaksiya soyuqda baş verib. Birinci reaksiya soyuqda baş verib. Bəli, biz öyrəndik ki, ikinci. İkinci reaksiya molekullar arası oksiləşmə reduksiya reaksiyasıdır. Xeyr, molekullar arası deyil. Burada xlor sıfırdan, baxın, gəlir kalium xlora və kalium xlor O3-ə. İkincidə ha. O zaman biz bilirik ki, bu özü-özünə oksiləşmə reduksiya reaksiyasıdır. T'dən Y çıxanda 48 verir. Biri kalium xlor O3-dür, biri kalium xlor O-dur. Bundan bunu çıxanda təbii ki, deməli, 2 oksigen fərqi olduğuna görə 32 verəcək. Ona görə 3 də düz deyil. Üçüncü reaksiya molekul daxili oksiləşmə reduksiyadır. Bəli. Çünki üçüncü reaksiya kalium xlor O3-ün parçalanmasıdır. Oksiləşmə dərəcəsinin oksigen dəyişir və xlor ikisi də bir molekulun tərkibindədir. Birinci reaksiyadan alınan məhsuldan ağardıcı kimi istifadə olunur. Bəli, doğrudur. Javel suyu alınır və biz onu ağardıcı kimi istifadə edə bilərik. 1, 4, 5 olur düzgün cavab. Gəldi 24-cü suala. Molekulda eyni sayda karbon atomu olan alkan və alkendən ibarət qarışıq maddələr mol sayda eynidir. Bu qarışığın yanmasından 1,2 mol karbon qazı alınır. Həmin miqdar qarışıq 400 qram 8% bromlu suyu tam rəngsizləşdirirsə, ilkin qarışığın kütləsini hesablayın. 800 qram bromlu suyu rəngsizləşdirən təbii ki, qaz qarışığı. Deməli, molekul nə deyir? Karbon qazı alınır. Həmin miqdar qarışıq. Aha, 400 qram 8% məhlulda. Görək nə qədər bromlu suyu rəngsizləşdirir ki bu. Deməli, birinci reaksiyalar yanmağı yazaq. Alkan və alkendən ibarət qarışıqdır, yanır. Deməli, 400 qram 8% bromlu suyu rəngsizləşdirir, yəni 32 qram bromu rəngsizləşdirir. Normalda alkenlər 160 qram, 1 molu 160 qram rəngsizləşdirirsə, indi biz 32 götürmüşüksə nə qədərdir? X. Görək alkendən nə qədər götürmüşük? 160, daha doğrusu 32-ni 160-a böləndə cavab edəcək 0,2. Deməli 0,2 mol alken götürmüşük, 0,2 mol alkan. Hər ikisinin yanmasından 1,2 mol karbon qazı alınıbsa, indi bərabərdir də. Gəlin baxaq, CnH2+2-ni yandıranda oksigndə verir CO2 və su. Daha sonra CnH2-ni də yandıranda oksigndə verir CO2 və su. Və biz burada bunu M oldursa bu da N'dir, bu N'dirsə bu da N'dir. İndi biz bunu 0,2 mol götürmüşüksə, 0,2 mol budursa təbii ki 0,2 N olacaq. 0,2 molda bunu götürmüşüksə, o zaman 0,2 N də bu olacaq. Bunların cəmi verir bizə 1,2. Buradan biz N-i tapırıq neçə? 3. Niyə N götürdü? Çünki eyni sayda karbonu var. Deməli, C3H6 1 imiş, C3H8 də 1 imiş. Bizə deyir ki, kütlələrinin cəmini hesablayın. Hər birinin təbii ki 0,2 molunu hesablamalıyıq da, çünki 0,2 mol var. Yəni 0,2 mol bu, 0,2 mol bu. Hesablayanda cavab edəcək 17,2.
25-ci sual. 20 mol oksigen ozonator cihazından keçirildikdə 45% ozona çevrilir. Alınan ozon miqdarını hesablayın. Oksigen ozona çevrilir. 3 mol burada, 2 mol burada. İndi bizə deyir ki, 20 moldur, onun cəmi 45% ozona çevrilib. 20-nin 45%-ni tapanda eləyir 9. Deməli 9-u çevrilib. Alınan ozon miqdarını 3-ə 2 alınırsa 9-a x. 3 dəfə artım olanda 6 olacaq düzgün cavab. Daha sonra 26-cı sual. Alkində üzərinə su gəlmişik, üzərinə hidrogen gəlmişik və Y almışıq. Minimum sayda karbon atomuna malik Y molekulunda bir asimetrik karbon atomu var. Gümüş bir oksidin ammoniaklı suda mənhul reaksiya daxil olan alkini müəyyən edin. Deməli, bircə dəqiqə, minimum sayda karbon atomuna malik Y molekulunda bir asimetrik karbon atomu var. Yəni, alkin üzərinə su gələndə, deməli, bu hidratlaşmasından keton da alına bilər. Aldehiddə. Və onun üzərinə hidrogen gələndə spirtə çevriləcək. Spirtdə də deyir, bir molekulunda Y molekulunda bir asimetrik karbon atomu var. Aha, bu spirtdirsə, o zaman bir OH-ı qoyaq bura. Bir asimetrik karbon atomu varsa, o zaman deməli, asimetrik karbon atomudursa OH-dır. Bir qolunda metil var, bir qolunda hidrogen, bir qolunda da mütləq etil olmalıdır. Yəni minimum karbonda spirt, biz bunu düzəldə bilərik. Başqa cür heç nə. Deməli bu hansıdır? 1, 2, 3, 4 dənə karbon atomu olan spirtdirsə, başda deməli biz butin götürmüşük. Amma gümüş ammoniakın oksidi ilə reaksiyaya daxil olan təbii ki butin 1 olacaq. Çünki butin 2-də 3 qat rabitə ortaya keçəcək və ortada olduğuna görə əvəz etmə reaksiyası getməyəcək. Ona görə cavab butin 1 olacaq. 27-ci sual deməli, bizə verir ki, natrium OH H3PO4 deyir ki, daxil olmursa X natrium OH-la Y isə H3 reaksiya daxil olmuşsa, Z moluna əmələ gəlməsinə sərf olunan natrium OH-ın kütləsini hesablayın. Natrium OH-la daxil olmayan hansı duz olar? Təbii ki, natrium 3, PO4. Çünki bu artıq əsasdan sarı doyub. Yoxdur bunun əsası. Onda bu natrium 3, PO4-dür. Bəs yaxşı. Y-də deyir, turşu ilə daxil olunur. Turşu ilə daxil olmayan duz hansıdır? Hidrogeni maksimum olan natrium H2PO4. Əla. Deməli, o zaman Z-in payına nə düşür? Digər duzumuz qalır, natrium 2HPO4 olur. İndi deyir ki, Z duzunun 0,5 molun əmələ gəlməsinə sərf olunan natrium OH-ın kütləsi. Biz normalda baxırıq ki, deməli, bu şəkildə alınmalı su üçün biz nə etməliyik? Bu duzun alınması üçün biz 2 mol bundan götürürük, 1 mol bundan. 1 mol duzumuz əmələ gəlir. İndi bizə deyir 0,25 mol duz əmələ gələndə nə qədər natrium OH götürməliyik? X. X-i tapırıq neçə? 2-ni böləndə 4-ə 0,5 eləyir. 0,5 mol natrium OH-ın da kütləsi 20 edəcək. Sonra reaksiyada alınan üzvü maddələrin molekulları üçün nə eynidir? Aha, deməli, benzol reaksiya daxil olanda C6H5NO2 əmələ gəlir, amma tolol reaksiya daxil olanda 3 dənə, baxın bu şəkildə yazdırıq, 3 hidrogeni NO2 ilə əvəz olunur. Burası H3 qalır. 2, 4, 6 istiqamətində NO2 birləşir. 2, 4, 6 istiqamətində. İndi deyir, eyni olan nədir? Karbon arasında rabitə sayı, bəli, eynidir. Dəyişən heç nə yoxdur. Karbonda sp2 hibrid orbitallarının sayı, sp2 hibrid orbitallarının sayı da əslində, deməli, karbonda sp2 hibrid orbitallarının sayı. O da eynidir. Karbonun hibridinə dəyməmişik ki. Amma hidrogen sayları eyni deyil. Çünki tololda 3 dənə hidrogen NO2 ilə əvəz olunub, amma benzolda yox. Ona görə düzgün cavab olacaq 1, 2. Laborant natrium OH-ın 500 qram 12%li A məhlulu ilə 300 qram 20%li B məhlullarını qarışdırır. C məhlulu hazırladı. Alınan C məhluldan 400 qram götürüb üzərinə 2 qram su əlavə edərək D məhlulu əldə etdi. D məhlulunda həll olan maddənin kütlə payını hesablayın. Burada əslində 200 qram olmalıdır. Yəqin ki, sualda burada səhv düşüb. Əslində 200 qramlıq olmalıdır. Çünki 2 qramdan heç alınmır. İndi burada 500 qram 12%li A məhlulu ilə 300 qram 20%li B məhlulunu qarışdıranda elə bil M1, omega 1, M2, omega 2 ilə hesablasaq nə almış olaraq? 500-ü vuraraq 12-yə, üzərinə gələrik 300-ü vuraraq 20-yə, bölərik M1 ilə M2-nin cəmi. Yəni 600-ü, daha doğrusu 800-ü. Oradan taparıq 15%.
faizli məhlul. Deməli bizim C məhlulumuz 800 qram 15 faizli məhluluymuş. Sonra biz nə etmişik? Alınan C məhlulundan 400 qram götürmüşük. 15 faizli məhluldursa burada nə qədər duz var? 60 qram duz var. Çünki 8-in 15 faizi 60 edir. 60 qram duzumuz var. 800 qram, daha doğrusu 120 qram, bağışlayın. 120 qram duzumuz var. İndi biz bunun 400 qramını götürürük. Aha, əgər məhlulun yarısını götürdüksə, duzun da yarısını, yəni 60-ı götürürük. Və sonra onun üzərinə 200 qram su əlavə edirik. Suyu yalnız aşağı əlavə edirik. Və bizdən faiz istəyir. Alınan faizi 60-ı bölürük 600'e vururuq 100'e, cavab edir 10 faizli. Növbəti sual. Doymuş bir əsaslı alifatik karbon turşusu. Karbon atomlarının sayı n olarsa molyar kütləsini istəyir bizdən. Karbon atomlarının sayı n olarsa biz bilirik. Karbon turşusunun yəni karbon turşusunun formulu necə yazırıq? Cn bir dəqiqə. Deməli Cn H2n O2. Yəni bu şəkildə yazırıq. Karbon sayı n-dir. İndi bizdən nə istəyir? Bizə deyir ki, karbon turşusunun kütləsini hesablayın. Elə deyir də, bəli. Karbon turşusunun kütləsini də hesablasaq 14n üzərinə gəlsin 32 olacaq. Növbəti sual 31. İki fərqli X və Y duzları suda tam dissosiasiya ilə əmələ gələn iyonlar verilmişdir. Aha, bizə nə deyir? Duzların dissosiasiya dərəcəsi 100% olarsa A-nı tapın. Yəni SO4-dən nə qədər götürmüşük? İki fərqli X və Y duzlarının suda tam dissosiasiyasına əmələ gələn iyonlar. Aha, biz bilirik kalium 2 SO4 dissosiasiya edən zaman kalium SO4 mənfi 2 müsbət budur, mənfi 2 budur. 2 mol kalium əmələ gəlir. Əgər 2 dənə yenə kalium iyonu əmələ gəlibsə müəllimlər, deməli biz 1 mol kalium 2SO4 götürmüşük. Alüminium 2SO4-ü dissosiasiya edən zaman isə alüminium 2SO4 3 dissosiasiya edəndə 2 ədəd alüminium, 3 ədəd də SO4 mənfi 2 iyon əmələ gəlir. Buradan da baxırıq ki, 2 alüminium iyonu əmələ gəlir 1 mol duzumuzda. Əgər 4 dənə alüminium iyonu əmələ gəlibsə, deməli 2 mol duz götürmüşük. Bizə deyir SO4-ün iyonlarını tapın. 1 mol kalium 2SO4-də 1 iyon var. 2 mol alüminium 2SO4 3-də isə 2 üçün 6 iyon var. Cəmi 1, 6 SO4-ünüz oldu 7 ədəd. Növbəti, su ilə emulsiya əmələ gətirən maddəni müəyyən edin. Yəni suda həll olmayan mayyəni istəyir. Suda həll olmayan mayyə də olur. Deməli, etilen glikol spirtdə yaxşı həll olur, glisin həll olur, metil asitat həll, anilin olur. Suda həll olmayan yəqin ki anilindir. Yəqin ki yox, elə anilindir. Keçdik. Sabit temperaturda həcmi 1 litr olan qabda 33-cü sualda azot və hidrogen arasında baş verən reaksiya zamanı hidrogen 75% sərf olunduqda tarazlıq yaranır. Bu zaman qabda 7 mol qaz qarşı olur. Tarazlıq sabitini hesablayın. Azotun üzərinə hidrogen gəlir, alır ammonyak. 3 mol bu, 2 mol bu, 3 mol bu. Başlanğıc sərf olunan tarazlıq. Başlanğıcda deyir m mol azotdur. M plus 5 molda nədir? Hidrogendir. Bizə deyir ki, 1 litr olan qabda hidrogen arasında baş verən reaksiya zamanı hidrogenin 75% sərf olunur və bu zaman qabda 7 mol qaz qarışığı olur. Biz əslində bunun sərf olunanı x, bunu 3x, bunu da 2x götürsək, indi burada belə bir şey yaza bilərik. Hidrogen 75% sərf olunub. Yəni 3x onun 75%-dir. Gəlin başlanğıcı tapmaq üçün 100% tapaq nə qədərdir? Tutaq ki A. A-nı tapırıq 4x. Deməli n çıxılsın 5-in yerinə, gətirib 4. N üzərinə gəlsin 5-in yerinə 4x yaza bilərik. Oradan da n bərabər olur nəyə? 4x çıxsın 5-ə. Yəni biz burada 4x olduğunu tapdıq. Azotun əvəzinə də n-in yerinə 4x çıxılsın 5 yazarıq. Hamısını x-ə gətirək. O zaman tarazlıq olar nə? 3x çıxılsın 5 bu olar, x bu olar və bu 0 idi, 2x-də əmələ gəlib 2x bu. Cəmi 7-dirsə, cəmlib 7-yə bərabər edirik. 6x 12-yə, x də bərabər olur neçəyə? 2-yə. X-i 2 tapandan sonra bizə KT-ni istəyir tapaq. Gətirib burada yerinə qoyuruq. 2-ni yerinə qoyanda 1 azotun tarazlıq qatılıq eləyir, 2 hidrogen tarazlıq qatılıq eləyir, 2-2-nin 4-də ammonyakın tarazlıq qatılıq eləyir. KT də bərabərdir. Ammonyakın tarazlıq qatılığı 4-ün kvadratı 16 bölünsün 1 vurulsun 2-nin kubu, yəni 8-ə, cavab edəcək 2. Növbəti sual, deməli, elektrolizə uğradılan məhlul katodda alınan maddənin kütləsi A, anodda alınan maddənin kütləsi A plus 40-dır. Bizdən nə istəyir ki? Doğru olanı müəyyən edin. Aha,
doğru olanı müəyyən edək. Gəlin baxaq. 360 qram 20% məhlulu biz elektrolizə uğratsaq, 360 qram 20% məhlul. Deməli, görək burada nə qədər duzumuz var. 72 qram duz eləyir. Amma gəlin birinci elektrolizi yazaq. Suda məhlulu. Katodda ayrılır hidrogen, anodda ayrılır oksigen və kalium NaOH. Əmsallaşdırsaq, bura 1, 2, burada 1, 2 düşür. Aha, indi bizə deyir, katodda alınan maddənin kütləsi A-dır, bura A-dır. Bu isə ondan 140 qram çoxdur kütlə. Aha, indi görək nə qədər su parçalanıb. Normalda bunun kütləsi 4 qram eləyir. Oksigen kütləsi nə qədərdir? 32. Fərq nə qədərdir? 28 qram. Amma burada fərq 140 olmalıdır. Deməli 5 dəfə çox. O zaman hər molu 5 dəfə artırıq. Bunu 5 dəfə artıranda bu 10 mol eləyir. Bunu da 5 dəfə artıranda bu eləyir neçə? 5 mol. Deməli parçalanıb nə qədər suyumuz? Deməli 2 mola əgər 36 qram su parçalanırsa, 10 mola nə qədər parçalanır? 180 qram suyumuz parçalanmış olub. Əvvəl nə qədər suyumuz var idi? 360-ın 72-si deməli duzuydusa, yerdə qalan 288-i suydu. O 288-dən 180-i parçalanıbsa, yerdə qalıb 108-i. Və 72 qram da duzumuz var. Görək, məhlumuz neçə faizli oldu? 108 yəni 180, 72-ni də 180-ə bölüb 100-ə vuranda edəcək 40 faizli məhlul. Yəni, əslində faizi artmış oldu. Bəli, elə bil 180 qram suyun parçalandığı bildi. Bu 72 qram duzuydu. Yerdə qalan 288-i duzuydu. Onun da 180-in burada parçalandığını bildik. Hardan bildik? Elektroliz nəticəsindən. Normalda hidrogenin kütləsi oksigen kütləsindən 28 qram fərqlənir. Bu dəfə 140 fərqlənsə, deməli hər birini 5 mol artırırıq. 10 mol bu, 5 mol bu. 10 mol budursa suda 180 parçalanıb. 280-dən 180 çıxırıq, 108 qram suyumuz var. Sonraki məhlulda 72 qram duzumuz. Burada da faizi tapanda 40 faizli məhlul edir. 40 faizli məhlulda o deməkdir ki, məhlulun qatılığı 2 dəfə artıb. 35-ci sual. Euler-Venn diaqramına ifadələri müəyyən edin. Euler-Venn diaqramına uyğun olaraq. Molekulunda 1 sigma rabitə var. Hidrogeni bu şəkildə yazırıq. Oksigeni də bu şəkildə. Hər ikisinin 1 sigma rabitəsi var. Anlatdıq bura. Molekulunda 1 pi rabitə var. Bu oksigenə aiddir. Havanın tərkibində olur. Havanın tərkibində oksigen olur, müəllimlər. C-ni bura atırıq. Havadan yüngüldür. Təbii ki, hidrogen. D-ni bura atırıq. Pis əlli olur hər ikisi. 2-yə A-Y, 1-ə D, 3-ə B-C cavab olacaq A variantı. Sonra 36-cı sual. Deməli, eyni şəraitdə və eyni həcmli iki qabda siyah və oksigen arasında reaksiya aparılır və 1 və 2 arasında münasibəti müəyyən edin. Baxırıq ki, deməli, reaksiyanın sürətini CO üzərinə gəlsin oksigeni yazsaq, CO2 alınır. 2 mol bura, 2 mol da bura düşür. Əvvəl qatılıqları 0,1, 0,3 imiş. Sonradan neynəmişik? Fikir verin. CO-nun qatılığını 2 dəfə artırmışıq müəllimlər ikinci təcrübədə. CO-nun qatılığını əgər 2 dəfə artırırıqsa, reaksiyanın sürəti 2 dəfə yox, əmsalı qədər 2 üstü 2, yəni 4 dəfə artır. 4 dəfə artmış olacaq. Yəni, deməli, bir reaksiyanın, yəni birinci reaksiyanın sürəti ikincidən 4 dəfə az olacaq. Burada A, B, C, D variantları düşməyib. Amma variant belə olmalıdır, elə bil. Necə? V1, daha doğrusu V2 bərabərdir 0,4 V1-ə. 0,4 niyə? 4 və 1-ə. Çünki biz neynədik? Bu birincidir, bu ikinci. İkincidə qatılığı artırırsa sürət artır. Yəni ikincinin sürəti daha böyükdür. Ona görə burada cavab yoxdur. İndi A, B, C verib ya D ya da Y variantında bu ikisinin bu biri olmalıdır. Növbəti, ağ fosfor üçün doğru olanı müəyyən edin. Fosforun valentiliyi 1-dir. Bu səhvdir müəllimlər. Çünki fosfor sərbəst halda 3 valentlidir. Hidrogenlə adi şəraitdə reaksiya daxil olur. Bu da səhvdir. Fosfor adi şəraitdə reaksiya daxil olmur. Heç birbaşa təsirdə olmur. Molekulunda yalnız qeyri-polyar kovalent rabitə var. Bəli, bu düzdür. Qaranlıqda işıq saçır. Bəli, bu da düzdür. Növbəti sual. Su ilə reaksiya daxil olan maddələr və məhsulu istəyir. Aha, fosfidlər su ilə reaksiya daxil olan zaman bir verir kalsium hidroksid, bir də verir pH 3. pH 3. Sonra karbidlər su ilə kalsium karbid reaksiya daxil olanda bayaq yazdı bu reaksiyanı C2H2 və kalsium OH2 verir. pH 3 C2H2 və
Kalsium azid su ilə reaksiyaya daxil olanda ammoniak və kalsium hidroksid verir. Ona görə düzgün cavabımız olacaq A variantı. 39-cu sual. Molekulunda üçlü karbon atomu olan spirti göstərin. Üçlü karbon atomu olan spirt. Deməli, 2 metil propanal daha məntiqə uyğun cəbdən yazaq baxaq. Deməli, propanal, 2 metil propanal. Bəli, tərkibində üçlü spirt var. Niyə? OH-ın birləşdiyi karbon 3 tərəfdən karbonla əlaqələnib. Ona görə də olacaq B variantı. B-dirmi? Yox, C-dir. Bağışlayın, C-dir. Kükürt və fosfor üçün ümumi olan nədir? Adi şəraitdə aqreqat halları. Bəli, hər ikisinin adi şəraitdə aqreqat halı bəkdir. Kalsium ilə reaksiyaya daxil olmaları hər ikisi daxil olur. Allotropik şəkil dəyişmə əmələ gətirmələri hər ikisi gətirir. Ona görə düzgün cavab 1, 2, 3 olacaq. Qələvi metalları müəyyən edin. Duzlu suda yaxşı həll olur. Bu qələvidir. Bəli, bu qələvi olar. Bəli. Suda yaxşı olur. Bu qələvi ola da bilər, olmaya da bilər. Saxlayaq. Amma ikivalentlidir də. Sonra deyir ki, Z2SO4. Z2SO4. Bunun yaxşı həll olmursa, deməli bu qələvi deyil. Qələvidən natriumdan, kaliumdan irəliləyək. Bu da natrium, kalium deyil. Bu ola bilər müəllimlər. Natrium 2S, digəri suda yaxşı həll olur. Çünki çöküntü deyil və natrium da qələvidir, birvalentlidir. Ona görə olacaq əslində X-la B. XB harda var? Y variantında. Sonra bu deyil, çünki ikivalentli metallı, ikivalentli qələvi deyil. Növbəti, deməli, xlorofillə qarşılıqlı təsirdə bu fotosintez reaksiyasıdır. Alınır C6, H12O6. Qıcqırması nəticəsində CO2 alınıbsa, burada etil spirt alınıb, C2H5OH. Gümüş güzgü ilə reaksiyaya daxil olubsa, təbii ki, burada nə alınır? Deməli, qlukozla gümüş oksidlə reaksiyaya daxil olan zaman glikon turşusu verir. Glukozda glikon turşusu. İndi bizə deyir ki, bu glikon turşusudur. Bizə nə deyir? Deyir, hansı maddələr həm Y-də, həm də Z ilə reaksiyaya daxil olur. Həm Y, həm də Z ilə reaksiyaya daxil olan, yəni metil spirti ilə və turşu ilə reaksiyaya daxil olana baxsaq, mis hidroksid etil spirti ilə daxil olmur. Bir atomlu spirtlə daxil olmur. Sonra misə baxsaq, misi saxlayaq. Mis də daxil olmur, çünki mis çıxara bilmir bunu. Elə daxil olmur. Mis oksid amma spirtlə daxil olur və spirt. Bu glikon turşusunun içərisində də OH da olduğuna görə zaten o da daxil olur mis oksidlə. Və natriumla da hər ikisi daxil olur. Ona görə düzgün cavab 2, 3 olur. Dəmirin isti qatı sulfat turşusu reaksiyadan alınan oksidlərin mol nisbətini hesablayın. Dəmirin, yəni dəmir üzərinə H2SO4 gəlir. Alınır nə? Dəmir 2SO4 3 üzərinə gəlinsin SO2 üzərinə gəlinsin su. Burada əmsallaşdırsaq, deməli dəmirin qarşısına düşəcək 2, bura 6, SO2-nin qarşısına 3, burada 6. Oksidlərin nisbətini istəyir 3-ün 6-ya. Yoxdur, çünki ixtisar edib 1-in 3-ə. Yəni düzgün cavab 1-in 2-yə bağışlayın. 1-in 2-yə, yəni düzgün cavab olacaq C variantı. Növbəti sual deyir, A mol mis nitrat ilə nitrat və B mol gümüş 1 nitrat parçalandıqda NO2 və oksigen uyğun olaraq 8-in 3-ə mol nisbətində alınır. A-nı B-ni hesablayın. Deməli, A mol mis nitrat. Mis nitratı parçalayaq. NO3 2 ədəd. Parçalanda mis oksid və NO2 O2 verir. Gəlin elə başda əmsallaşdıraq. 2 mol bura, 2 mol bura, 4 mol da bura düşür. Sonra gümüş nitratı parçalayanda gümüş NO3 parçalananda gümüş NO2 O2 verir. Və onu da biz əmsallaşdırsaq 2 bura düşür, 2 bura düşür, 2 də bura. İndi bizə nə deyir? A moldu, B moldu, bilmirik nədir. Amma oksigenlə NO2-nin əmələ gəlmə nisbəti 8-in 3-ədir. Bizdən A-nın B-yə nisbətini istəyir. Yəni biz bunu əgər A mol götürmüşüksə, burada əmələ gələn nitrat olur 4A, NO2 daha doğrusu. Oksigen olur nə qədər? Sadəcə A. Əgər gümüş NO3-ü B götürmüşüksə, daha doğrusu A yox, 4A yox, 2 dəfə az olur, bağışlayın. Bunu A götürmüşüksə 2-yə 4-dür, A-ya nə olur? 2A. Bunu A götürmüşüksə bu olacaq 0,5A, 2 dəfə azdır ondan. Daha sonra bunu B götürürüksə bu olacaq B, çünki molları eynidir. Bunu B götür, gümüş istəmir bizdən, NO2 istəyir. Amma yenə də molları eynidir B. Bunu B mol götürürsə oksigen ondan axı 2 dəfə azdır, 0,5 B götürürük. İndi bizə nə deyir? 8-in 3-ə nisbətindədir. Yəni 2A
NO2 və oksigen uyğun olaraq 2 ayla B-nin cəmini böləndə oksigenlərə 0,5 A ilə 0,5 B-nin cəminə verməlidir 8-in 3-ü. Buradan hesab yaparsaq 6A üzərinə gəlinsin 3B bərabərdir. 8-i vuranda 4A üzərinə gəlinsin 4B-yə. Oradan 2A bərabər olacaq B-yə. A təxmini deməli nisbət olaraq A o zaman 1 olmalıdır. B-də 2. Bizə nə deyir ki, A-nın B-yə nisbətini 1-i 2-yə bölürük. Yəni düzgün cavab olur B variantı. 45. Kompleks gübrəni göstərin. Kompleks gübrə, yəni tərkibində 2 qida elementi olmalıdır. Bu da kalium nitratdır. 46. Sis transizomeri olan alken molekulunda rabitələrin yaranmasında 30 elektron iştirak edir. Bu alken molekulunun etil radikalı ilə vinil radikalı ilə əvəz olunduqda alınan birləşməni beynəlxalq nomenklatura ilə adlandırın. Əgər burada 30 elektron iştirak edirsə, müəllimlər 2-yə bölün tez. Rabitə sayı neçə olacaq? 15 rabitə sayı olacaq. Alkenlərdə rabitə sayı necə hesablanır? Ümumi rabitə sayı karbon-karbon N-1-dir. Karbon-hidrogen 2N-dir. Və bir dənə də pi rabitəsi var. Cəmliyək 3N. 3N 15-dirsə, müəllimlər, N-i tapırıq neçə? 5. Deməli, bizdə pentadiyen var imiş. Daha doğrusu, penten var imiş. Pentende ki, sis trans əmələ gətirsin, karbon olacaq ortada. Bəs digər radikalı nədir? Baxın, etil radikalı dediyinə görə bu hissəyə CH2, CH3 yazırsınız. Sonra deyir, bunu götürün, əvəz edin vinillə. Bunu götürdünüz, əvəz etdiniz vinil radikalı ilə. Aldınız nə? Deməli, pentadiyen 1, 3. Bəli, oldu A variantı. 47-ci sual. Deməli, karbohidrogenlərin quruluş modelləri ilə təsvir olmuş reaksiya üçün doğru olanı müəyyən edin. Bunlar karbon, 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 karbon olsa, ətrafındakılar hidrogen olsa, sonra baxırıq ki, karbon, 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 karbon. Yəni, karbonlar sayı dəyişməyib, hidrogenlərin də sayı dəyişməyib. Deməli, bu izomerləşmə reaksiyası ola bilər. Bəli, izomerləşmə reaksiyası. İndi burada karbon, 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 karbon. Fikir verin. Deməli, bir dənə birli karbonumuz var. Daha doğrusu 1, 2 birli karbonumuz var. Amma digərinə baxsaz, 1, 2, 3 ədəd birli karbonumuz var artıq. Ortadakı üçlü olur. Yəni, əslində burada birli karbonların sayı artır. Yenə deyirəm, bunlara hidrogen kimi, ortadakılarla karbon kimi baxsanız, sadəcə birli karbon atomlarının sayını artdığını görərsiniz. 48-ci sual. Natrium sulfitdir. Hidroliz üçün hansı ifadə doğrudur? Əsasi duz əmələ gəlir. Deməli, xeyr, turşuya görə hidroliz gedir və turş duz əmələ gəlir. Əsasi duz əmələ gəlmir. Əsasi mühit əmələ gəlir? Bəli, mühit qüvvətlinin mühitidir. Bu düzdür. Kationa görə hidroliz gedir? Xeyr, aniona görə hidroliz gedir. Bu da səhvdir. Su əlavə etdikdə hidroliz güclənir? Məlum məsələdir. Hidroliz gücləndirən sudur. Ona görə götürürük. Xlorid turşu əlavə etdikdə güclənir. Turşunun hissəsini artırırıq da belə baxanda. Ona görə bəli, turşu artırdığımıza görə avtomatik güclənmiş olacaq. 49-cu sual. Nisbi molekul kütləsi 890 olan yağı hidrolizindən eyni bir əsaslı karbon turşusu alınır. Yağ molekulunda hidrogen atomlarının sayını müəyyən edin. Yağı necə yazırıq? CH2, 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 bura 2 yoxdur, bircə dəqiqə, bura CH-dır. İndi gliserindir də, oksigen, CO, burada nə yazırıq? CN, CN, H, doymuşdu, 2N plus 1 yazaq, buna da eynisinə yazaq, CNH, 2N plus 1, buna da yazaq, CNH 2N plus 1. İndi bizə nə deyir? Cəmi 890 olan hidrolizdən cəm olaraq 890-dır və eyni karbon turşusu alınacaqdır. Gəlin kütləsini hesablayaq yağın. Kütləsini hesablayanda cəm olaraq 1, 2, 3, 4, 5, 6 karbon nəzərə alanda, neysə bu hissəni oksigenlər də hesablayanda alırıq ki, deməli 176 üzərinə gəlsin 42N. Çünki 3 dənə də karbonumuz var. Bu bizə verir 890-ı. 42N-i alırıq, deməli 714. 714-ü də N-i də böləndə 42-yə, 714-ü də böləndə 42-yə cavab edir, deməli 714 42 bölündə cavab edir 17. Deməli turşumuz 17 imiş. Yəni biz bura C17 H35 yazmalıymışıq. C17 H35, C17 H35. Bizə nə deyir? Hidrogen sayılarını istəyir də. 35-i vurum 3-ə, 105 burada var. Deməli 2 2 5, bir də orada var. 5 də 5, 2 2 4 5, 110 eləyir də. Bəli. Yəni biz orada turşunu tapandan sonra, yəni 110 olduğunu çox rahat şəkildə tapa bilərik.
Yəni düzgün cavabımız olacaq 49-da B variantı. Nəhayət gəldik 50-ci suala. Bir artıq miqdarda, deməli əlimizdə etan, etilen, asetilen var. Artıq miqdarda hidrogenlə təsir etdikdə 6 mol reaksiyaya daxil olur. Hidrogenlə reaksiyaya daxil olan etilenin asetilendir. Və bizə deyir ki, mis xlor-2-nin ammoniakda məhlulu ilə təsir etdikdə 2 mol reaksiyaya daxil olur. Aha, bu artıq daxil olan nədir? Asetilendir. CH, 3 qat rabitə CH, üzərinə mis xlor gələndə nə alınır burada? Mislər daxil olur. Yəni 2 mol götürürük də. Mis xloruna yox, daha doğrusu mis xlor yazıb. Bəli, 2 mol reaksiya daxil olanda, əgər biz bunu 1 moluna 1 mol gedir bu arada reaksiya. Çünki hidrogenlər çıxır, yerinə mis daxil olur da 1-ə 1 gedir. Yəni reaksiyada əmsal olmur. O zaman əgər bundan 2 mol götürmüşüksə 2 mol asetilenimiz var imiş. 2 mol asetilenimiz də CH özünə 1 mol hidrogen birləşdirir də normalda, düzdür? Yox, özünə 2 mol birləşdirir. Əgər yenə 2 mol asetilen varsa 1 molu özünə 2 hidrogen birləşdirirsə 2 molu X. X-də tapırıq 4. Deməli 6 mol reaksiya hidrogenlə təsir etdikdə bunun 4 molu artıq nədədir? Asetilendədir. 2 molda qalır nəyə? Etenə. O zaman eten C2H4 hidrogenlə qarşılıqlı təsirdə olanda 1 mol daxil olur. Əgər 2 mol daxil olubsa, yəni yerdə qalan 2 də zaten etenindir də, 2 mol da eten var imiş. Bizə nə istəyir? Etilenin həcm payını. 2 mol etilen var. Sonra əslində bizdən elə etileni istəyir də elə. Bəli. Artıq nəyisə hesablamaq lazım deyil. Etileni 2 mol tapdıq. Etilen 2 moldursa ümumi həcmimiz oradan da təbii ki etileni 20-ni böləndə 10-a vuranda 100-ə cavab edəcək 20%. Bəli, müəllimlər bugünlük bu qədər. Daha doğrusu testimiz bitdi. Bəli, düşündürücü suallar çox idi. İçində rahat suallar da var idi amma. Bu arada sertifikasiya imtahanında iştirak edəcək bütün müəllimlərə uğurları arzulayıram. Hələlik.